1, 2, 3. Herkese salam, Fidələ kanalına xoş gəldiniz. Hər şeydən qabaq, vloqa da keçməmişdən qabaq sizə saçlarımı göstərmək istəyirəm. Mən saçımı kəstirdim. Çoxdandır bu modeli istəyirdim. Qısa istəyirdim daha doğrusu, amma cəsarət edə bilmirdim. Nəhayət cəsarət elədim. Özümə yaraşdırdım. Qızlar da yaraşdırdı. Mən də çox yaraşdırdım. Yəni indiyə qədər verdiyim qərardan narazı deyiləm. Toydan bir gün sonra kəstirdim saçımı. Məncə qəşəng oldu. Necə olub yorumlara yaza bilərsiniz bu arada. Bu gün oğlan toyu vlogu çəkirik. Qızlarla birlikdə yenə. Deməli, oğlan toyu vlogu deyib keçməyəcəm. Çünki tək oğlan toyu vlogu deyil bu. Qısa olmasın, sadə olmasın deyə oğlan toyu günlük vlog kimi bir şeylər var. Həm günlük vlog tarzı bir görüntülər də var, həm də toy görüntüləri var. Belə bir vlog oldu bu vlog. Toyda yenə qızlarla hazırlaşa bilmədim. Yenə məndən öncədə hazırlaşım. Onlar öz evlərində hazırlaşdı. Ona görə də onu ayarlayıb videonu birlikdə başlada bilmədik. Bu izlədiyiniz görüntülər də bizim salamlaşdığımız hissədə toydan 2 gün sonra. Belə yəni, siz videonu izləyin. Videonun ortasında toydan başqa görüntülərə keçid olacaq. Yəni, şok olmayın o hissələrdə. Tək toy vlogu deyil bu vlog. Belə, onda xoş izləmələr. Deməli, mən hazıram. Salona yenə getmişdim. Yenə orada çəkə bilmədim, amma eyb yox. Əsas hazır halımı görməyinizdir. Belə bir makyaj elətdirmişəm. Belə, məncə o birisinə baxmış daha yaxşıdır. Saçım belə yığılı olmayacaq bu arada. Arxadan setka vurublar, onu açacağım. Buruqlar daha çox qalsın deyə onu vurmuşdular. Çünki mən biraz tez hazır oldum. Tez getmişdim salona ona görə. Hələ heç bir şey taxmamışam. Aksesuarlarım o birisi mənimcildə. Mən də bu birisi mənimcildəyim indi. Ona görə ora gedəndə taxacam. Belə bir don geyinmişəm. Yenə tam göstərə bilmədiyim üçün şəklini bura qoyacam. Belə yəni. Tam halımı da sonra göstərəcəm. Bibim qızlar da hələ hazırlaşır, öz evlərindədirlər. Onların da kombinlərinin necə olduqlarını göstərəcəm. Onlar da bu səfər çox qəşəng oldu. Komşular, buyurun. I found a love for me. This disco nights. Restoranda hamı getdi, indi çox az adam qalır. Hələ bu çox azdır, ancaq özümüzünkiləri qalır. İncələrlə bəydə getdi üzü. Biz indi Zümrüdünlə gedirik. Mənə bibər seti almağa. Çoxdandır bibər seti istəyirdim. Çünki bu aralar moddadır o. Onu kimsə sənə hədiyyə eləyəndə uğur gətirirmiş. Ona görə də belə şeylərə çox inanmıram. Məsələn, 7-7-7 seti taxanda 7-7-7 olaraq gedir. Elə bir set məsələn taxmışdım. Amma uğuruna inandığım üçün yox, inanmaq istədiyim üçün taxmışdım. Bilmirəm, başa sala bildim yoxsa yox. Bibər sepi də elə çoxdandır istəyirəm. Ona görə də bu günə qismətiymiş. Gedirəm alım. İnşallah olar bu arada. Alacağım yerin səhifəsinə baxmışdım, var idi. Amma bilmirəm, indi qutarıb, yoxsa qalır. İnşallah qalar. Bəxt qismət işək görək. Bu arada təzə saçımı çox bəyəndim. Kəsdirməmişdən qabaq hamı deyirdi ki, kəsdir, çox yaraşar. Amma anam deyirdi ki, yaraşdığını görürdü. Çünki ChatGPT ilə şəkil yaratmışdım. Kare saçlı halımı. Anam baxdı, bəyəndi. Amma deyirdi ki, hazırlıqlara gedəcəksən. Saçın qısa olsa yığa bilmərsən. Amma bir dənə anam razı deyildi kəsdirməyimə. Ona baxmayaraq çox istədiyim üçün kəsdirdim.
Qorxurdum yaraşmaz, amma yaraşdı. Özümə yaraşdırdım yəni. Belə bir də fərqli bir vibe qatdığımı düşünürəm. Belə yəni. Yenə həmişəki kimi dəhşət külək var, hava çox qapalıdır. Biraz çox danışdım, amma eyb yox. Dəhşət qapalı havadır. Qəşəng saçını hörmüsən, rahatsan. Bu tərəfə doğru gedəndə külək belə vurur, saçımız üzümüzə düşmür. Amma qaydanda saçımız üzümüzə düşə-düşə qaydacaq. Nəysə də, belə şeylər də olar. Yol o qədər uzundur ki, get-get bitmək bilmir. Külək də üzümə vurur, nəfəsim kəsilir, nəfəs ala bilmirəm. Bu arada dırnaqlarım bəziləri qopub. Neçə dənəsi, 4 dənəsi qalır. Nəysə, onlar da qoparda bilmirəm bu arada. Dırnaq kileyi daha yaxşıymış super kileydə. Mən super kileylə yapışdırırdım. Onların da əvvəlki keyfiyyəti gedib heç qəşək yapışdırmırdı. Amma dırnaq kileyi yaxşı yapışdırırmış. Yəni neçə gün qaldı da. Mən 2 boyu bu dırnaqlarla yola verdim. Zümrüt, sən də bir danış dırnaq haqqında. Mən də dırnaqlarımı qoymuşdum. Mənimki 3 gün qaldı. Sonra düşdüm. Sonra mənim də ən zəhləm gələn şey oldu ki, dırnağı qoysam və rahat hərəkət edə bilmirsən, amma əldə incə görüşür. Hə, əl çox qəşəng görünür, dırnaq qoyanda incə görünür. Mən də onu sevmirəm. Məsələn, bir şeyə əl atsan, rahat hərəkət edə bilmirsən. Ona görə o şeyi mən də sevmirəm, amma belə yaxşıdır. Yəni, yaxşı tərəf də var, pis tərəf də var. Əslində, mən dırnaq elətdirəcəkdim, amma sonra qərarımı dəyişdim. Dedim, bu aldığım dırnaqları taxım elə. Belə yəni. Hazırlıqlarım da başlayıb. Hələ 3 dənəsi başlayıb. Buradan onlayn qoşuluram bəzilərinə. 2-3 günə gedəcəm artıq. Sağollaşacam Zümrütlə, Elzayla. Belə yəni, amma məcbur. Son ilimdir. Artıq inşallah qəşəngdə bir bal toplayarım. İnşallah gələnir, biz gələrik. İnşallah. Çox sevinirəm, çünki biber sepimi ala bildim. Düzdür, biber sepinin forması, çox forması var. Yəni Instagramda görmüşdüm daha qəşəng formalarını. Amma burada sadəcə 2 forması qalmışdı. Dedim, tapmışkən alım. Əslində Bakıda da var. Sadəcə mən çox səbirsiz birisiyəm. Hansı tərəfdən gedirik? Düz. Hə, mən çox səbirsiz birisiyəm də. Zümrütlə Elza da bilir də qəşəng xasiyyəti. Ona görə dedim, yəni gördüm, salmalıyam da. Elə dünən səhifələrində gördüm, bugün gəldim, aldım. Belə yəni, evə gedəndə sizə göstərərəm. Şükür, burada külək azdır. Niyə bilmirəm. Nə fərqlilik var bilmirəm. Hə, aralıq olduğu üçün azdır külək burada. Belə. Pişiyi çəkmək istəyirəm, amma gedir. Bu pişiyin adı inək pişiyi olsun, çünki ağqaradır. Gün batımı çox qəşəng görünür bu arada. Videomuz bura qədər idi. Ümid edirəm ki, izləyib bəyənmişsinizdir videomu. İstəmədim sadə bir video olsun. Günlük vlogdan az da olsa bir şeylər çəkib bu videoya əlavə eləmək istədim. İndi Elza yanımızda yoxdur. Halbuki başlayanda yanımızdaydı. Sabah hazırlığı var. Evə getdi ki, hazırlaşsın, sabah getsin hazırlığına. Mən də artıq hazırlıqlarım başlayıb. Sabahdan başlayacağam mən də dərs eləməyə. Toy haqqında düşüncələrindəyim. Toy mənim üçün çox maraqlı keçdi. Qız toy necə idisə, bu da elə keçdi. Ümid edirəm ki, çox yaxşı olar, həmişə birlikdə olarlar. Allah xoşbəxt eləsin. Buyur. Məncə də qız toy kimi oğlan toyu da maraqlı keçdi. Allah xoşbəxt eləsin. Məncə də çox qəşəng keçdi, maraqlı keçdi. Və rayona gəlmə əsas səbəbim əslində bu il toyuydu. Yoxsa bu il 11-ci sinif olduğum üçün deyirdim gəlməyim. Amma hər işdə bir xeyir var. Gəldim, yenə qızlarla əyləndim, bol-bol dedik, güldük. Belə, bu arada axırıncı dəfə marketə getmişdik. Getmə səbəbim market yox, mağazin. Getmiş əsas səbəbim bu idi. Biber sepini almaq və bunu da aldım, çox bəyəndim. Uğur gətirəcəyini inanaraq aldım. İnşallah uğur da gətirər. Bir də toyda Elzanın saçını çox bəyəndim. Çox fərqli olmuşdu. Onun saçı uzun idi deyə o yığdırmışdı, çox qəşəng. İkimiz də salonda Zümrüt quruq eləmişdi. Mənim birinci qız toyunda. Mənim qız toyunda elədiyim modeli Zümrüt bəyənmişdi, elətdirmişdi o modeli. O da qəşəng olmuşdu. Belə, bu arada bir də mağazindən bunu aldıq. Əslində mən də bunlardan çoxdan və çox tez qırıldığı üçün almışdım. Videomu bura qədər izlədinizsə abunə olmağı, like atmağı, yorum yazmağı unutmayın. Sizlər sevirik. Hələlik.